Bismillahirrahmanirrahim. Hz. İmam Hüseyin aleyhissalam öz qafiləsi, əhli əyalı, karvanı ilə birlikdə və Hur bin Yezid Riyahinin təqibi ilə, ordusu ilə birlikdə Neynava çölünə gəlib çatdılar və bu zaman Hur bin Yezid Riyahiyə Ubeydullah bin Ziyad lənətullah aleyh tərəfindən göndərilmiş bir əli silahlı, atlı bir şəxs yaxınlaşdı və ona İbn Ziyad tərəfdən yazılmış bir məktubu verdi. Məktubun mətni belə idi ki, Ubeydullah bin Ziyad Hur bin Yezid Riyahiyə belə bir məktub yazmışdı ki, bu məktubu oxuyar oxumaz Hüseyn bin Əlinin məcbur edəcəksən və elə bir yerə gətirəcəksən ki, ora otsuz, susuz və qalasız bir yerdir. Yəni İmam Hüseyin aleyhissalamı elə bir yerə çəkilməyə məcbur edəcəksən ki, orada nə ot var, nə su var, nə qala var ki, özünü müdafiə eləsin və yaxud da hər hansı bir təminatın təmin edə bilməyəcəyi bir yerə onu məcbur edəcəksən. Və bu Hur bu məktubu İmam aleyhissalam oxudu və göstərdi ki, mən bu işdən məmuram. Mənə bu işi tapşırıblar. İmam aleyhissalam buyurdu ki, Hurrun bu məktubunun müqalında, əgər belədirsə o zaman biz Qaziriyyat və Şüfəyyyə çölünə inək. Neynava bizi burada bıraq, biz başqa bir yerə gedək. Hür isə qəbul eləmədi. Dedi ki, mən artıq sizin harasa getməyinizə icazə verməkdə artıq mən azad deyiləm. Və bundan sonra artıq mənə nə göstəriş veribsə onu eləyəcəm. Bir halda ki, bu gördüyün bu gələn əli silahlı atlı şəxs də bin Ziyadın casusudur. Hər neynəsəm o Ubeydullah bin Ziyada xəbər verəcək bu barədə. Bu arada Zuheyr bin Qeyn Kərbəla şəhidlərindən rəhmətullah aleyh İmam aleyhissalama belə bir təklif eləyir və təklifdə Zuheyr bin Qeyn təklif eləyir ki, bizim az bir dəstə ilə döyüşməyimiz bunların arxasında olan və ard-arda gələcək ordularla döyüşməyimizdən daha asandır. O ordular gəlsən bizim işimiz daha çətin olacaq. Ona görə ilk öncə Hur Yezid bin Riyahinin kiçik dəstəsi ilə döyüşək. Bu daha yaxşı bir seçimdir. Amma İmam aleyhissalam Zuheyrin bu təklifini qəbul eləmir və buyurur ki, savaşı, müharibəni ilk mən başlamayacağam. Yəni müharibəyə ilk başlayacaq şəxs mən olmayacağam. Və İmam Hüseyin aleyhissalamın bu sözündə bir çox İslami proqramlar, İslami metodlar dayanır. Və onlardan biri isə bundan ibarətdir ki, bəzən dinimizi, İslamı və yaxud da Peyğəmbərimizi və yaxud da imaməti müharibə edən, daim İslamı müharibə sevən, dini müharibəyə daha çox can atan, yəni İslam dinini daha çox müharibəyə can atan bir din kimi təqdim etməyə çalışırlar bəzi İslamofoblar. Lakin İmam Hüseyin aleyhissalamın Zuheyr bin Qeynin müqabilində söylədiyi bu söz, yəni müharibəni ilk mən başlamayacağam, bu İslamın təməl proqramıdır. Ki İslam heç bir halda müharibəyə, qan tökməyə üstünlük vermir ki. Bu tək İmam Hüseyin aleyhissalamın davranışında deyil. Eləcə də biz bunu Hz. Əli aleyhissalamın Cəməl müharibəsində göstərdiyi rəftarda da biz bunu şahid oluruq ki, İmam Əli aleyhissalamın Cəməl müharibəsi zamanında dostlarına nə qədərini şəhadətə çatdırmışlar, bir çoxunu şəhadətə çatdırmışlar, amma Hz. Əli aleyhissalam Cəməl müharibəsində belə müharibəyə döyüşün ilk özü başlamadı. Və imamətin bu rəftarı bizə onu göstərir ki, bir çox insanların söylədiyi kimi İslam dini müharibəni sevən deyil. Müharibə
bizim dində ən aşağı, ən sonuncu variant. Bu halda ki, insan üçün bütün yollar dayanır, bütün qapılar bağlanır və yalnız onu üzbəüz qoyulur bu müharibən. O zaman bu şeylər baş verir. Çünki hidayət imamlarının, İmamət aleyhissalamın, məsum imamların hədəfi insanlara hidayət eləməkdir. Onları yanlış yoldan çəkindirməkdir və ona görə də onlar heç bir zaman ilk müharibəyə başlamayıblar. Və bu da bizim dinimizin təməl kök proqramıdır ki, necə ki İmam Hüseyn əleyhissalam özünün bir çox çıxışlarında və məktublarında bunu göstərir ki, onun hədəfi yalnız insanları yaxşılığa dəvət eləmək və pislikdən çəkindirməkdir. Və buna görə də bu işin baş verməsi, bu işin yaxşılığa dəvət, pislikdən çəkindirmə prinsipinin baş verməsi üçün də qan tökmək, müharibə yolu mümkün deyil. Yalnız bütün yollar bağlandığı zaman, bütün qapılar bağlandığı zaman və imaməti bununla üzbəüz qoyulduğu zaman imamət müharibə eləyib. Ki, bu istər Əli əleyhissalamda, istər İmam Həsən əleyhissalamda, istərsə də İmam Hüseyn əleyhissalamda onların həyatlarını biz oxusaq, biz həmin onların rəftarlarında ilk müharibəyə başlayanların onlar olmadığını görərik. Və bu da bizim dinimizin göstərişidir ki, qətiyyən ki, bəzi insanlar istəyirlər İslam dinini müharibə edən, qan tökən və qana meyilli, qan tökməyə meyilli bir din olaraq göstərsinlər. Amma İmam Hüseyn əleyhissalamın zəhər bir qeynin təklifi müqabilində söylədiyi bu mübarək kəlamı, bu iddianı tamamilə aradan aparır. Allahın və İzzət-i Cəlalına Allah Teala bizləri İmam Hüseyn əleyhissalam, övladlarımızı, ailəmizi, İslam ümmətini İmam Hüseyn əleyhissalam və Kərbəla şəhidlərindən ayrı salmasın. Vətən şəhidlərimizi Kərbəla şəhidləri ilə qiyamətdə, axirətdə məhşur və məruf eləsin inşallah.